Həm enerji sərfiyyatı, həm də ətraf mühitə vurduğu ziyanı nəzərə alaraq ölkəmizdə 60 vat və yuxarı gücə malik olan közərmə lampalarının idxalı, istehsalı və satışı qadağan edilir. Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında qanuna təklif edilən dəyişikliyə əsasən işıqlandırma məqsədi ilə istifadə edilə bilən 60 vat və yuxarı gücə malik olan közərmə lampalarının 2026-cı il yanvarın 1-dən 25 vatdan 60 vata qədər gücə malik olan közərmə lampalarının isə 2026-cı il iyulun 1-dən satışı qadağan ediləcək. Enerji səmərəliliyi üzrə ekspert Orxan Kərimzadə deyir ki, közərmə lampaları işıqlandırma ilə yanaşı güclü şəkildə istilik yayır. LED lampalarının ilkin qiyməti daha yüksək olsa da, onların uzun ömürlü olması və az enerji sərf etməsi elektrik xərclərində əhəmiyyətli qənaətə səbəb olur. LED lampaların ənənəvi lampalarla müqayisədə, xüsusən də közərmə lampalarla müqayisədə müxtəlif üstünlükləri var. Bunlardan ən önəmlisi enerji effektivliyi məsələsidir. Çünki biz bilirik ki, LED lampalarının effektivliyi baxımından közərmə lampalarından qat-qat daha üstündür. Məsəl üçün 100 vatlıq közərmə lampasının verdiyi işıqlandırmanı təmin etmək üçün biz 5-10 vatlıq LED lampasını istifadə edə bilərik. Bu da təxminən 10-12 dəfə daha səmərəlilik deməkdir. Bu da o deməkdir ki, biz LED lampaları istifadə edərək həm enerjiyə qənaət edə bilərik, eyni zamanda da enerji sərfiyyatımızı azaldaraq işıqlandırma üçün çəkilən xərcləri azalda bilərik. Ekspert bildirib ki, LED lampalar daha ekoloji təmiz hesab olunur. Bu da dolayısıyla ekoloji məsələlərə də çox böyük təsir edir. Çünki biz daha az elektrik enerjisi istifadə etdikdə atmosferə daha az karbon dioksid qazları və ya digər qazlar buraxırıq. Baxmayaraq ki, LED lampaların ilkin xərcləri közərmə lampalarına və ya digər ənənəvi lampalardan daha bahadır. Amma sadaladığımız üstünlükləri həm iqtisadi, həm ekoloji, həm də enerji effektivliyi üstünlüklərini nəzərə alsaq, LED lampaların istifadəsi daha məqsədə uyğundur. Ekspert onu da bildirib ki, bütün dünyada bərpa olunan enerji mənbələrindən istifadə edərkən işıqlandırma üçün LED lampaların quraşdırılması tələb olunur. Şəhla Poladova, Xəzər xəbər.